Bismillahirrahmanirrahim. Və salatu və selamu alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi və səlləm təslimən kəsirən ilə yevmiddin. Əmmə ba'd. İlk öncə hər birinizə Allahın salamına salamlayıram. Esselamu aleykum, rəhmətullahi, bərəkətuhu. Və Allah Azza və Cəlləyə şükür edirəm ki, belə bir məclis təşkil olunub. Həqiqətən Allah'a zikr eləmək, onu səna etmək, hər kəs bu nemətə müvafiq ola bilmir. Bu nemətə tövfiq ola bilmir. Allah Azza və Cəllə istədiyi şəxslərə müvəffəq edir ki, onun adı xatırlansın. Həqiqətən də müvəffəqiyyət Allahdan quluna böyük bir nemətdir. Hətta alimlər deyirlər ki, baxın, Əbu Cəhil Səfa və Mərva dağı arasında yaşayırdı. Əbu Ləhəb İbrahim məqamına yaxın bir yerdə yaşayırdı. Sonra Əbu Talib Qaradaşın yanında yaşayırdı, yaxınlığında yaşayırdı. Və onlara Allah Azza və Cəllə Muhammed sallallahu aleyhi və səlləmi göndərdi. Belə deyək də, bütün peyğəmbərlərin ağası, bütün peyğəmbərlərin ən şərəflisi tövhid nemətini gətirdi. Amma o şəxslər Kəbənin ətrafında yaşayırdılar. Amma Allah Azza və Cəllə onlara hidayət nemətin vermədi. Və Allah Azza və Cəllə bizə bu neməti veribsə, bu nemətə görə Allaha şükür eləməliyik. Və bilməliyik ki, Allah Azza və Cəllə bizə verdiyi bütün nemətlər haqqında qiyamət günü sorğu-sual olunacaq. Və qiyamət günü, əziz qardaşlarım, 10 məhşur sual olacaqdır. Allah Azza və Cəllə, suallar çox olacaqdır. Amma onların onu ən məşhur suallardan biridir. Allah Azza və Cəllə Quran-ı Kərimdə buyurur ki, فَوَرَبِّكَ لَنَسْأَلَنَّهُمْ əcməin. Rəbbinə and olsun ey Muhammed, hər kəsdən sorğu-sual edəcəyik. İstər peyğəmbərlər olsun, istər şəhidlər olsun, istər siddiqlər olsun, kim olur olsun, hər kəsi sorğu-suala tutacaq. Və Allah Azza və Cəllə and içir. Və birinci ən böyük sual, əziz qardaşlar, Allah buyurur ki, Nəhl surəsinin 56-cı ayəsində Tallahi لَتُسْأَلُنَّ أَمَّا كُنْتُمْ تَفْتَرُونَ. Allaha and olsun ki, ey Muhammed, onların atdığı iftiralara görə mütləq sorğu-sual olunacaqlar. Burada Allah Azza və Cəllə müşrikləri, mürtədləri, kafirləri nəzərdə tutur. Deyir, ey Muhammed, Rəbbinə and olsun ki, o şəxslər mütləq sorğu-sual olunacaqdır. Və alimlər deyirlər ki, bu sorğu-sual sıratın yaxınlığında olacaqdır. Necə ki, Allah Azza və Cəllə Quran-ı Kərimdə buyurur ki, وَقِفُوهُمْ إِنَّهُمْ مَسْئُولُونَ. Onları saxlayın, onlar sorğu-sual olunacaqlar. Və bu nə zaman olacaqdır? Allah Azza və Cəllə gəldikdə və mələklər səf-səf düzüldükdə və cəhənnəm gətirildikdə, təsəvvür edin, bir o kadrı gözünüzün qabağından keçirin, cəhənnəm gətirilir, aləmlərin Rəbbi olan Allah Azza və Cəllə gəlir və əzəmətli mələklər səf-səf dayanıb və insanlar gəlir. Və Allah Azza və Cəllə buyurur ki, mələklərinə وَقِفُوهُمْ إِنَّهُمْ مَسْئُولُونَ. Onları saxlayın, onlar sorğu-sual olunacaqdır. Və İbn Abbas radiyallahu anhuma buyurur ki, bu sorğu-sual məqamı sıratın yaxınlığında olacaqdır. Sıratın yaxınlığında olacaqdır. Və hər kəs o cəhənnəmi görəcəkdir. Necə ki, Allah Azza və Cəllə Məryəm surəsində buyurur ki, hər kəs ora varid olacaqdır. Yəni, hər kəs cəhənnəmi görəcəkdir. Və sahabələr bu ayələri oxuduqda həqiqətən ürəkləri gedərdi. Hətta Ayşə anamız belə bu ayəni oxuduqda özündən gedərdi. Yəni, o məqam böyük bir məqam olacaq. Bu aləmlərin Rəbbi olan Allah Azza və Cəllə müşriklərdən, kafirlərdən sorğu-sual edəcəkdir. Deyəcəkdir ki, İbadət mənim haqqım olduğu halda siz daşlara, qəbirlərə, ocaqlara, salihlərə və yaxud mələklərə, peyğəmbərlərə, şəhidlərə ibadət etdiniz. Və bunu nə üçün etdiniz? Mən sizi yaratdım, yoxdan xəlq etdim, sizə nemətlər bəxş etdim, sizə Rasul göndərdim, sizə kitab göndərdim. Bununla yanaşı siz getdiniz, zatı ilə mühtac olan məxluqatıma ibadət etdiniz. Çünki onlar hamısı Allaha möhtacdır. Yalnız Allahu Saməd, heç nəyə möhtac olmayan aləmlərin Rəbbi olan Allah Azza və Cəllədir. Və ibadət onun haqqıdır. Və ibadət ona yönəlməlidir. Və birinci, əziz qardaşlarım, qiyamət günü soruşulan sual
tövhid haqqında olacaqdır. Allah Azza və Cəllə müşrikləri sorğu-sual edəcəkdir. İkinci ən böyük sual isə Allah Azza və Cəllə peyğəmbərlər haqqında bizdən sorğu-sual edəcəkdir. Necə ki Allah Azza və Cəllə Qəsas surəsinin 65-ci ayəsində buyurur ki: "Məzə əcəbtumul mursalin?" Rasullara nə cavab verdiniz? Yəni birinci Nuh əleyhissalamın qövmü sorğu-sual olunacaq. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm ümmətə gətiriləcəkdir. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin ümməti sorğu-sual olunacaqdır. Və bilirsiniz ki, Peyğəmbər sallallahu aleyhi və səlləm ümmətin sevib və bizləri sevib. Yəni bizlərə qardaşlarım deyib. Peyğəmbər sallallahu aleyhi və səlləm bizim üçün ağlayıb. Hətta bizim üçün o qədər ağlayıb ki, Cibril əleyhissalam gəlib Peyğəmbər sallallahu aleyhi və səlləmə təskinlik verib. Yəni belə bir Peyğəmbər bizim üçün həqiqətən də rəhmət olaraq göndərilib və bizim üçün ağlayıb ki, bizlər onun sünnətini tərk eləməyək, onun yolunu tərk eləməyək, Allahdan uzaqlaşmayaq. Və çünki Peyğəmbər sallallahu aleyhi və səlləm bilirdi ki, Allah Azza və Cəllə qiyamət günü Peyğəmbər bizdən soruşacaq ki, Rasullara nə cavab verdiniz? Və buyuracaq ki, Allah özü, aləmlərin Rəbbi, Məzə əcəbtumul mursalin? Rasullara nə cavab verdiniz? Yəni, əgər Peyğəmbər sallallahu aleyhi və səlləmin şəriətini yaşamamısansa, onun əmrlərinə itaat etməmsənsə, qadağalarından çəkinməmsənsə və Allaha onun buyurduğu kimi ibadət etməmsənsə, yəni bu sualında həqiqətən də çətinlik çəkəcəksən. Və alimlər buyurur ki, bu qiyamət günü olan sualdır. Qiyamətdən əvvəl hələ qəbirdə səndən Peyğəmbərin haqqında sorğu-sual edəcəklər. Ahirətdə bu sual artıq çətin bir sual olacaq. Çox çətin bir sual olacaq. Yəni, həqiqətən də elə şəxslər olacaqdır ki, cənnətə sorğu-sualsız daxil olacaqdır. Onların sorğu-sual olunmaması alimlər deyirlər ki, yəni Allah Azza və Cəllə onlarla niqaş etməyəcək. Yəni deməyəcək ki, ey qulum, niyə etdin? Necə ki, hədisdə gəlir Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, əgər Allah quluna desə ki, niyə etdin, niyə etmədin, artıq o qul həlak oldu. Sadəcə Allah Azza və Cəllə qullarının bəzi eyiblərin, günahların, təqsirlərin tərcümən olmadan, heç kim görmədən onunla danışacaqdır, deyəcək ki, ey məsələn Əhməd, ey Məmməd, sən filan vaxtı, filan yerdə, filan günahı etdin. O ard eləyəcək, yəni Allah Azza və Cəllə o quluna etdiyi günahları bildirəcək, amma sorğu-sual eləməyəcək. Və axırda da deyəcəkdir ki, ey qulum, dünyada bunu sənin üçün örtdüm, indi isə sənə bunu bağışlayıram. Yəni bu sual olacaqdır, amma o sual niqaş sualı olmayacaqdır. Yəni bütün insanlar sorğu-sual olunacaqdır. Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurub ki, Allahümmə həsibni hisəbən yəsira. Allahım, məni yüngül hesaba çək. Yəni, hər kəs hesab olunacaqdır. Necə ki, Allah Azza və Cəllə Qiyamət surəsində buyurur ki, Yəhsəbul insanu ən yutrəkə sudə. İnsan elə güman edir ki, biz onu başlı başına bıraxacaq. Xeyr, hər kəsə Allah Azza və Cəllə sorğu-suala tutacaqdır. Ona görə, əziz qardaşlarım, Allah Azza və Cəllə bu dünyada, bu yerin üzərində, yəni biz onun mülkünün üzərində yaşayırıq və nə vardırsa hamısı Allah Azza və Cəllənindir. Allah bu dünyada bizim eyiblərimizi örtür, təqsirlərimizi örtür. Əgər Allah Azza və Cəllə bizim eyiblərimizi açsa, günahlarımızı açsa, vallahi billahi bir-birimizin üzünə baxmarıq. Hətta sələf alimlərindən biri deyir ki, əgər həqiqətən də bizim günahlar qoxu olsaydı, təqsirlərimiz qoxu olsaydı, yəni insanların ətrafında gəzə bilməzdik. Yəni. Əgər o eyiblər qoxu olsaydı, insanların ətrafına çıxa bilməzdik. Çünki hər birimizin eybi var. Yəni, inan ki, bir-birimizin eybini bilsək, bir-birimizə salam verməliyik. Hər bir kəsin təqsiri var və Allah Azza və Cəllə bizə rəhmət edərək bizim eyblərimizi örtür və qullarına əmr edir ki, mənim qullarımın eybini açmayın. Yəni, bizlərin eybin açmağı Allah Azza və Cəllə sən qardaşa qadağan edib. Əgər mənim filan qulumun eybini açsan, mən sənin eybini evin içində olsa da açaram. Yəni, Allah Azza və Cəllə qadağan edib, yəni sıtr edib, bağlayıb, amma qiyamət günü, əziz qardaşlar, onlar hamısı üzə çıxacaqdır. Necə ki, Allah Azza və Cəllə Quran-ı Kərimdə buyurur ki, yevmə tubləs sarair. O gün bütün gizlilər aşkara çıxacaqdır. Və başqa Adiyyət surəsində buyurur ki, sinələrdə olan hər bir şey aşkar olunacaqdır. Yəni, nəyin vardırsa,
hamısı aşkar olunacaqdır. Əziz qardaşlarım, ona görə Peyğəmbər sallallahu aleyhi və səlləmə necə itaət etmisən, Peyğəmbər sallallahu aleyhi və səlləmin qadağalarından necə çəkinmisən, buna diqqət elə. Və bil ki, Məhəmməd sallallahu aleyhi və səlləm bizə göndərilən bir neymətdir və biz onun bizə göndərildiyi üçün biz şərəf duymalıyıq ki, Allah azza və cəllə bizə Məhəmməd sallallahu aleyhi və səlləmi Rasul göndərib. Sonra əziz qardaşlarım, üçüncü sual namaz haqqında olacaqdır. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bir hədisdə buyurur ki, hədis Əbu Davudda keçir, buyurur ki, İnnə əvvələ mə yuhasəbun nəsu bihi yevməl qiyaməti min əməlihim salə. Həqiqətən insanların qiyamət günü birinci hesaba çəkiləcəyi əməlləri namaz olacaqdır. Namazı olmayan ilə cəhənnəmə məsira, yəni sən get. Namaz qılanlar, namazı olanlar qiyamət günü haqq hesab olunacaqdır. Əgər sən namazları xuşuyla əda etməmisənsə, namazların vaxtını qorumamısansa, namazlara tənbəlliklə yanaşmısansa, Allah azza və cəllə səni sorğu-sual edəcəkdir. Ona görə Allah azza və cəllə Quran-ı Kərimdə möminləri vəsf eləyərkən buyurur ki, onlar namazlarında xuşulu idilər. Başqa bir ayədə onlar namazlarını davamlı qılırdılar. Başqa bir ayədə onlar namazlarının vaxtını qoruyurdular. Namaz bilirsiniz ki, şəhadət kəlməsindən sonra ən böyük Allah azza və cəllənin əmridir. Və qiyamət günü də namazlarımız haqqında sorğu-sual olunacaq. Əgər namazları düzgün əda etməmişiksə, vay bizim halımıza. Ona görə əziz qardaşlarım, üçüncü sual namaz haqqında olacaqdır və namazlarımızı çalışağın, xuşuyla əda edəyin. Çünki Allah azza və cəllə ilə birbaşa əlaqən sənin namazdır. Sən elə bilirsən, Allah azza və cəllə sənin qiyamın haqqında səndən sorğu-sual etməyəcəkdir və yaxud sənin rükun haqqında, sənin səcdən haqqında sorğu-sual etməyəcəkdir. Necə ki, bir nəfər Peyğəmbər sallallahu aleyhi və səlləmin məscidinə daxil olur və namaz qılır. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, sən namaz qılmadın, yenidən namaz qıl. 2-3 dəfə təkrarlayır. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, sən namaz qılmadın, yenidən namazı qıl. Beləcə, əziz qardaşlar, alimlər deyirlər ki, əgər sənin namazında xuşun yoxdursa, sənin namazlarını vaxtında əda etməyin yoxdursa, namazlara səhlənkarlıqla yanaşırsansa, vallahi billahi, halın çox pis olacaqdır. Necə ki, Allah azza və cəllə Quran-ı Kərimdə buyurur ki, فَخَلَفَ مِنْ بَعْدِهِمْ خَلْفٌ أَدَاءُ الصَّلَاةَ وَاتَّبَعُوا الشَّهْوَاتِ ثُمَّ يَلْقَوْنَ غَيَّ. Onlardan sonra, yəni Peyğəmbərlərdən sonra bir qövüm gəldi. Onlar şəhvətlərinə uyub namazı zay etdilər. Və onlar cəhənnəmdə qey dərəsinə atılacaqlar. İbn Abbas radiyallahu anhuma buyurur ki, bunlar namazların vaxtında əda etməyənlərə aiddir. Yəni namazları tərk eləyənlər yox, namazların vaxtında əda etməyənlər, namazları qorumayanlara aiddir. Allahu akbar. İndi namaz qılmayanın halına bax. Namaz qılanlar belə olacaqsa, namaz qılmayanlara bax. Vaylun lil musallin, vay olsun namaz qılanların halına. İbn Abbas bu ayənin təfsirində də buyurur ki, onlar namazlarını qorumurdular. Namazlarına belə deyək, hörmətlə yanaşmırdılar. Hansı ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm ölüm əyağında, o dəhşətli anda həqiqətən ölüm təri onu bürümüşdü. Və o anda Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, La iləhə illallah, innəl mevtə ləsəkərat. Həqiqətən ölümün bir xoşluğu vardır. Yəni, ölümün çətinliyi vardır, ölümün ağırlığı vardır. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləm sanki özündə deyil idi o ölüm əyağında. Yəni, ölüm əyağı dəhşətli bir andır. Və Peyğəmbər sallallahu aleyhi və səlləm bu anda deyirdi ki, namaz, 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 navadə namazı tərk eləyəsiniz. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləm ölüm əyağında belə ümmətinə namazı əmr edirdi. Yəni, namaza diqqət etməyi əmr edirdi. Və bilirdi ki, qiyamət günü qul namaz haqqında sorğu-sual olunacaqdır. Və namazlarımıza diqqət etməliyik, çalışmalıyıq, namazlarımızı xuşu ilə qılmalıyıq. Çünki Allah azza və cəllə ilə birbaşa əlaqədir namaz. Təsəvvür et ki, sən deyirsən ki, Elhamdülillah Rabbil aləmin, həmd olsun aləmlərin Rəbbi olan Allaha. Allah da deyir ki, həmədəni abdi, qulum mənə həmd etdi. Qulum məni təriflədi, qulum mənə səna etdi. Namazın əhəmiyyətinə baxın. Sən o ayəni oxuduqda Allah azza və cəllə səni tərifləyir. Sənin həmdini tərifləyir. Sənin ona şükrünü tərifləyir. Vallahi billahi.
Sən namaz qıldığın anda Allah Azza və Cəllə sənin üzünə dayanır. Yəni Allah Azza və Cəllə qarşında dayanır sən namaz qıldığın anda. Keyfiyyətin Allah Azza və Cəllə bilir. Amma Allah sənin qarşında dayanır. Sən də namazı belə deyək də tez bazar qılırsan. Rükunu tez bazar edirsən və yaxud səcdəni bir dəfə Sübhan Rabbi ələ deyirsən, yola verirsən. Təsəvvür et ki, 4 rükətli namazı 1 dəqiqə, 2 dəqiqəyə əda edirsən. Və yaxud namazı belə deyək də tənbəlliklə qalxırsan. Və bu münafiqliyin sifətidir. Yəni sən namazdan rahatlana bilmirsən. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyururdu ki, başına bir müsibət gəldikdə, ya Bilal, ərihnə, ey Bilal, bizi rahatlandır. Yəni, qalx, azan ver, namaz qılaq. Allah Azza və Cəllə Quran-ı Kərimdə buyurur ki, vəstəinu bis-sabri vəs-salə, Allahdan namaz və səbirlə yardım diləyin. Yəni, namaz həqiqətən ən böyük yardımdır. Biz namaz qılmaqla Allah Azza və Cəllə bizi qoruyur, dinimizi qoruyur, cəsədimizi qoruyur, aləmizi qoruyur, əmin-amanlığımızı qoruyur. Vallahi billahi, əgər namazları vaxtında əda etsək, namazları qorusaq, bu dünyada bizim çətinliyimiz olmaz. Çünki Allah Azza və Cəllə Quran-ı Kərimdə buyurur ki, həqiqətən namaz insanları pislikdən və fahiş işlərdən çəkindirir. Sən doğru düzgün namazı əda etsən, vallahi billahi sənin qəlbində şübhələr olmayacaq, şəhvətlər olmayacaq. Yəni, düzgün həyatı yaşayacaqsan. Əgər namazlarında naqisliyin olarsa, artıq sən get-gedə şeytanın hiləsinə düşəcəksən. Ona görə, əziz qardaşlarım, alimlər deyirlər ki, kimin, belə deyək, dünyavi problemləri varsa və yaxud uxravi problemləri varsa, axirət problemləri varsa, namazlara diqqət etsin. 5 vaxt namazı vaxtında əda etsin, xuşu ilə qılsın və namazları qorusun. Və Allah Azza və Cəllə onun halını düzəldəcək. Mən nafilələri demirəm. Sən əgər 5 vaxt sübhü vaxtında qılsan, zöhrü vaxtında qılsan, əsri vaxtında, məğribi, irşanı vaxtında qılsan və xuşu ilə əda etsən, heç bir nafiləni qılmasan, bunları bir müddət davamlı şəkildə yerinə yetirsən, Allah Azza və Cəllə sənin dünya işlərində asanlaşdıracaq, uxravi işlərini, vallahi billahi asanlaşdıracaq. Yəni, bütün gücünlə, gördün artıq sən Quran oxuya bilmirsən, gördün artıq sən müsəlmanlarla belə deyək də, gözəl davrana bilmirsənsə, həyatda sıxıntıların var, ancaq namaza yüklən, namaza yüklən. 5 vaxt namazı doğru düzgün əda et. Namazı biraz uzat, səcdələri uzat, rükuları uzat. Allah Azza və Cəllə sənin halını düzələcəkdir. 4-cüsü, əziz qardaşlarım, 4-cü sual, Allah Azza və Cəllə Quran-ı Kərimdə buyurur ki, İsra surəsinin 36-cı ayəsində İnnə səm'ə vəl-basara vəl-fuədə kullun ulaikə kənə anhu məs'ulə. Həqiqətən qulaq, göz, ürək, bunların hamısı haqqında qiyamət günü sorğu-sual olunacaqsınız. Yəni Allah Azza və Cəllə gözlərimiz haqqında qiyamət günü bizdən sorğu-sual edəcəkdir. Qulaqlarımız haqqında qiyamət günü bizdən sorğu-sual edəcəkdir. Və ürəyimiz haqqında qiyamət günü bizdən sorğu-sual edəcəkdir. Yəni gözlər, qardaşlar, gözlər haqqında necə sual edəcəkdir? Yəni Allah Azza və Cəllə buyuracaqdır ki, mən sənə göz verdim. Sən hər şeyi görürdün, mənim nemətlərimi görürdün. Və bu göz mənim mülkümdür. Və o gözə mən hədd qoymuşdum. Nəyə baxa bilərsən, nəyə baxa bilməzsən, mən bu gözə hədd qoymuşdum. Çünki bu Allahındır. Allah deyir ki, halala bax, harama baxma. Ancaq mən təyin etdiklərimə baxa bilərsən. Mən qadağan etdiklərimə baxa bilməzsən. Və bu gözlər haqqında Allah Azza və Cəllə sorğu-sual edəcəkdir. Yəni, bu gözlərlə əgər harama baxmısansa, bil ki, sorğu-sual olunacaqdır. Və bu göz ən böyük nimətlərdən biridir. Alimlərdən biri deyir ki, sənin gözünü deyir, 3 gün deyir, bağlasalar, 3 gün bağlasalar, heç cür aça bilməsən də gözünü. 3 gün deyir, zülmət içində olacaq da, yəni zülmət, ancaq qaranlıq görəcəksən. Və deyir, onda gör ki, Allah sənə nə əzəmətli bir neymət verir. Sən belə deyil, həcətlərini yerinə yetirə bilməyəcəksən. İşə gedə bilməyəcəksən, bu bir. İkinci, belə deyək, təbii həcətlərini yerinə yetirə bilməyəcəksən. Haradadır o məkan? Üçüncü, yemək məsələsində çətinlik çəkəcəksən. Su məsələsində çətinlik çəkəcəksən. Və digər nə qədər məsələlər var, qardaşlar, vallahi billahi çətinlik çəkəcəyik. Əgər bu gözümüz olmasa, gözümüz kör olsa, görün bizim işimiz nə qədər çətinləşər. Nə qədər çətinləşər. Çox, vallahi çox çətinləşər.
Amma biz anlamırıq, biz başa düşmürük ki, Allah bizə əzəmətli bir nemət verib. Və Quran-ı Kərimdə Allah bildirib ki, ey qullarım, gözləriniz haqqında sizi sorğu-sual edəcəyəm. Sonra qulaq haqqında da. Təsəvvür edin ki, qulağın qapalıdır, heç nə eşitmirsən. Hamı danışır, sən heç nə eşitmirsən. Təsəvvür et ki, Allah sənə nə əzəmətli nemət verib. Və insanların sən danışığını eşidirsən. Və Allah Azza və Cəllə bu qulağı elə yaratmışdır ki, hər səs bura daxil ola bilməz. Əgər bu qulağın eşitmə, belə deyək, məsafəsini Allah çox etsəydi, sən inan ki, yaşaya bilməzdin. Təsəvvür et ki, burada məsələn oturmuşsan, 2 kilometr məsafədən danışan insanları eşidirsən. Bu 4 tərəfə də bunu şamil et, sən dəli olarsan. Allah Azza və Cəllə eşitməkdə sənə bir hədd qoyub. Məsələn, 10 metrəni, 15 metrəni, 20 metrəni eşidə bilərsən. Və bu bir neymətdir. Əgər bütün səslər sənin qulağına gəlsəydi, Allah sənin eşitməyinə bir məhdudiyyət qoymasaydı, dəli kimi olardın, dəli kimi. Hətta evdə bir də görürsən, oturursan, uşaqlar danışır, o birisi danışır, deyirsən, dayanın, bəsdirin, artıq yoruldum, başını tutursan. Çünki səslər qulağa daxil olur, səslər qulağa daxil olur, insana əsəb verir. Və Allah Azza və Cəllə elə hədd qoyub ki, qulağa sən bütün səsləri eşitməyəsən. Və elə bir heyvanlar var ki, onların səsləri vardır ki, Allah ona da hədd qoyub ki, sən onları eşitməyəsən. Və qulaq əzəmətli bir neymətdir və Allah Azza və Cəllə Quran-ı Kərimdə qulaqlarımız haqqında bizi sorğu-sual edəcəkdir. Yəni bizlər pis sözlər eşitməməliyik bu qulağımızla. Çalışmalıyıq, yaxşı sözlər eşidək. Sonra isə əziz qardaşlarım ürək haqqında sorğu-sual edəcəkdir. Ürək haqqında necə sorğu-sual olacaqdır? Ürək haqqında alimlər deyirlər ki, Allah Azza və Cəllə bu ürəyi bizə verib və bu ürəyi təmiz saxlamağı bizə əmr edib. Çünki Allah Azza və Cəllənin baxdığı yer, məkan bizim qəlbimizdir, ürəyimizdir. Və əgər bizlər bu qəlblə qardaşlarımıza nifrət etmişiksə, qardaşlarımızın həsədini çəkmişiksə və s. təvəkküldə, ixlasda, niyyətdə, bu qəlbimizdə problem olubsa, Allah Azza və Cəllə bizə sorğu-sual edəcəkdir bu ürək haqqında. Sən bu ürəklə niyə filan şeyləri etdin? Çünki nifrətdir, həsəddir, paxıllıqdır, xainlıqdır. Bunlar hamısı ürəyin əməlidir, qəlbin əməlidir. Və həqiqətən də yəni, bu qəlb haqqında bir sorğu-sual olacaq. Yəni, qəlbdə olanı təmizləməlisən. İslam alimlərinə baxdıqda görürsən ki, əksəriyyəti qəlb haqqında yazıblar. Çünki qəlb, əziz qardaşlarım, bütün üzvlərin padşahıdır və digər orqanlar isə onun əsgəridir. Əgər necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, insan bədənində elə bir ət parçası vardır ki, o islah olarsa, bütün bədən üzvü islah olar. Bütün orqanlar islah olar. Və əziz qardaşlarım, çalışalım ki, qəlbimizi təmiz saxlayalım ki, qiyamət üçün Allah Azza və Cəllə bizi məhsul tutmasın, yəni qəlbimizə görə. Sonra əziz qardaşlarım, 5-ci sual və bu yəni hər birinizin bildiyi sualdır. Allah Azza və Cəllə Təkasür surəsində buyurur ki, ثُمَّ لَتُسْأَلُنَّ يَوْمَ اِذٍ عَنِ النَّعِيمِ Siz öldükdən sonra sizə verilən nemətlər haqqında mütləq və mütləq sorğu-sual olunacaqsınız. Burada لَتُسْأَلُنَّ gəlir. Lə burada təkiddir. Mütləq və mütləq sizə verdiyim nemətlər haqqında sorğu-sual olunacaqsınız. Hətta Peyğəmbər sallallahu aleyhi və səlləm bir gün Əbu Bakır, Ömərlə bir ənsarın evinə gedirlər. Və orada onlara su verirlər və yemək verirlər. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm yəni, suyu və yeməyi içdikdən sonra sahabələrinə deyir ki, Vallahi billahi qiyamət günü bax bu yediyiniz su haqqında, bu içdiyiniz su haqqında, bu yediyiniz yemək haqqında sorğu-sual olacaqsınız. Çünki Allah Azza və Cəllə buyurub ki, لَتُسْأَلُنَّ يَوْمَ اِذٍ عَنِ النَّعِيمِ Sizə verilən bütün nemətlər haqqında sorğu-sual olacaqsınız. İbn Abbas radiyallahu anhuma bu ayənin təfsirində buyurur ki, yəni insan bütün orqanlar haqqında, nə qədər ki orqanları var, onlar hamısı Allahdan bir nemətdir. Sağlamlıq neməti, boş vaxt neməti, iş neməti, təhlükəsizlik neməti, ailə neməti, həyat yoldaşı neməti, ev neməti, yəni sığınacaq neməti, nə qədər nemətlər var. Necə ki Allah Azza və Cəllə buyurur, və in təuddə nemətəllahi lə tuhsuhə Allahın nemətlərini saymağa başlasanız, onu sayıb qurtara bilməzsiniz. Hətta alimlər deyirlər ki, yəni insan öz üzərində olan neməti saymağa başlasa, ona vaxt lazımdır, zaman lazımdır. Yəni təsəvvür et ki, əziz qardaş,
Yəni, başındakı bir tük neymətdir. Yəni, təsəvvür, kipriyin sənin bir tük neymətdir. Allahu Akbar. Barmaqların neymətdir, dırnaqların neymətdir, dərin neymətdir. Yəni, hər nə vardırsa səndə, hamısı Allahdan sənə bir neymətdir. Nə qədər insanlar var ki, vallahi billahi, bu neymətlərdən məhrumdular. Məsələn, ağız neyməti. Ağız bir neymətdir. Sən ağız neymətinə görə Allaha nə zamansa təşəkkür edəmirsən ki, Allahım, mənə sən ağız vermirsən. Yəni, bəlkə də çox adam təşəkkür edəmir. Amma elə insanlar var ki, vallahi billahi, ağzı ilə yemək yeyə bilmir. Yəni, xəstəxanalara belə deyək də, yəni, getsəz, yəni, görərsiniz. Orada, məsələn, elə insanlar var ki, ağızları bağlanıb, məsələn, dil xərçəngi olanlar var. Dildən xərçəngdir. O insanların ağzını belə deyək də, tikirlər, bağlayırlar. Və onlara belə deyək, boğaz tərəfdən bir şılan daxil edirlər ki, boğaza, qidalansın. Ağızla yemək olmur. Bu dişlərdən istifadə eləmək olmur. Və sən ağzın nə qədər nimət olduğunu, vallahi billahi, onu itirdiyin zaman bilə bilərsən. Yəni, bunların hamısı haqqında, əziz qardaşlarım, vallahi billahi, sorğu-sual olunacaq. Yəni, görün, nə qədər, bir oturun, bir düşünün, nə qədər Allah bizə, indi burada saymağa belə deyək də, vaxt yoxdur, nə qədər nimətlər verib. Və Allah da vəd edib ki, mən bunların hamısı haqqında sizdən sorğu-sual edəcəyim. İçdiyin su haqqında sorğu-sual edəcək. Hətta o suyun sərinliyinə görə belə sənə sorğu-sual edəcəkdir. Yəni, Allah sənə sərin su içirtdi. Bu haqda belə səni sorğu-sual edəcəkdir. Sonra, əziz qardaşlarım, 6-cı sual, Peyğəmbər sallallahu aleyhi və sələm buyurur ki, kullukum ra'in və kullukum məs'ulun an ra'yatihi. Yəni, sizin hər kəsiniz bir başçıdır, yəni bir rəhbərdir. Və sizin xidmətinizdə olanlar haqqında qiyamət günü sorğu-sual olunacaqsınız. Yəni, rəhbər, başçı, dövlətinə görə sorğu-sual olunacaqdır. Yəni, rəhbərdir, o rəhbər bütün insanlara görə sorğu-sual olunacaqdır. Məsələn, 20 milyon əhali varsa, 20 milyon əhaliyə görə rəhbər sorğu-sual olunacaqdır. Filan qul ac idi, filan belə idi, filan belə idi, filan belə idi. Sorğu-sual olunacaqdır. Belə deyək, idarə müdürü işçiləri haqqında sorğu-sual olunacaqdır. Ailə başçısı ailəsi haqqında sorğu-sual olunacaqdır. Həmçinin evdar qadın, yəni evinə görə sorğu-sual olunacaqdır. Yəni, hər kəs sorğu-sual olunacaqdır. Bax, sən oğlun haqqında sorğu-sual olunacaqsan. Allah qiyamət günü səni çağıracaq, deyəcək, ey qulum, gəl bura. Sənin oğlun filan kəs. O haqda sorğu-sual edəcəkdir səni. Sən bunda münkəri gördün, inkar etmədin. Bunu mənim şəriətimlə Rabbani tərbiyə vermədim. Rabbani, yəni belə deyək, İslam tərbiyəsi, şəriət tərbiyəsi sən buna öyrətmədin. Sən ancaq belə deyək də, evə daxil oldun, filmə baxdın, evə daxil oldun, telefonu götürdün, iqra oynadın və yaxud hansısa bir sosial şəbəkələrə girdin, orada vaxtını keçirdin. Həqiqətən, yəni Allah Azza və Cəllə sənin məsulunda olan şəxslər haqqında səni sorğu-sual edəcəkdir. Və bütün, belə deyək, başçılara aiddir. Hətta meçid imamına da belə aiddir. Meçidə gələn insanlar haqqında meçid rəhbəri, meçid imamı sorğu-sual olunacaqdır. Çünki Peyğəmbərimiz sallallahu aleyhi və sələm buyurur ki, sizin hər kəs, hər biriniz bir başçıdır, bir rəhbərdir və xidmətində olan insanlar haqqında sorğu-sual olunacaqdır. Sonrası, əziz qardaşlarım, Peyğəmbər sallallahu aleyhi və səlləm bir hədisdə buyurur ki, qiyamət günü Adəm oğlunun ayaqları 4 şey soruşulmadan tərpənməz. Yəni, qiyamət günü 4 şey soruşulmadan sənin ayaqların tərpənməyəcəkdir. Və Allah sallallahu aleyhi və səlləm buyurur ki, gəncliyini, yəni bu 7-ci sualdır. Allah səndən gəncliyini necə yaşamısan onu soruşacaqdır. Ey qulum, sənə gənclik verdim, güc verdim, qüvvət verdim, gənc idin. O gəncliyini hara sərf etdin? Nəyə sərf etdin? Hansı işə sərf etdin? Axı bu gəncliyi verən mənəm, vahab mənəm, bəxş edən mənəm. Sən istəmədən belə mən sənə sağlamlıq verdim. O güclü bədən verdim, qüvvət verdim. O gəncliyini hara sərf etdin? Allah soruşacaqdır. Və bu sualı hazırlar. Bu sualı indidən hazırlar. Sonra Allah Azza və Cəllə 8-ci ömür haqqında səndən sorğu-sual edəcəkdir. Allah deyəcək, ey qulum, sənə 60 il, 70 il, 80 il ömür verdim. Bu ömrü nəyə sərf elədin?
hara sərf elədin, vaxtını harda keçirdin? Ömür bir neymətdir. Vallahi billahi ömür bir neymətdir. Əgər sən gəncliyini Allahın dininə sərf etməmisənsə, sənin qocalığın yəni həqiqətən bir şey olmayacaqdır. İndi o tövbə edib istisna edənlər başqa. Əgər Allah Azza və Cəllə yəni Allah Azza və Cəllənin dinində olmusansa, mültəzim olmusansa və gəncliyini onun dininə sərf etməmisənsə, yəni Allah Azza və Cəllə sənin qocalığını qorumayacaqdır. Necə ki, alimlərdən birinə sual verirlər. Səhv eləmirəm, Sufyan Əs-Savri olur. 90 yaşında Quran hafizi, milyonlarla hədisi əzbər bilir və sənədi ilə. Deyirlər, ey imam, axı Allah Azza və Cəllə Quran-ı Kərimdə buyurur ki, وَمَنْ نُعَمِّرُهُ نُنَقِّسُهُ فِي الْخَلْقِ Kimə uzun ömür veririksə, onu xilqətcə geri çeviririk. Yəni, sanki uşaqlaşdırırıq. Həqiqətən də insan elədir. Biraz uzun ömür verirsə Allah Azza və Cəllə ona, qüvvət cəhətdən biraz qüvvəsi düşür, beli bükülür, uşaq, yəni balacalaşır və küsəyən olur və s. və s. Sanki uşaq kimi olur. Bunu hər biriniz yəni bilirsiniz. İnsan yaşlatdıqca küsəyən olur. Necə ki, balaca uşaqlar küsürlər. Yaşlaşan insanların əksəriyyəti də elə olur. Və deyirlər ki, ey imam, bəs səndə elə deyil axı. Sən qüvvətlisən, güclüsən, hifzin getməyib. Deyir, çünki deyir, mən gəncliyimi deyir, Allaha sərf etdim. O qüvvətimi, gücümü Allahın dininə sərf etdim. Allah da deyir, mənim qocalığımı qorudu. Yəni, əgər sən gəncliyini Allahın dininə sərf edərsənsə, Allah sənin qocalığını qoruyacaqdır. Səni qüvvətli kişi edəcəkdir, hörmətli kişi edəcəkdir və xatırlanan kişi edəcəkdir. Allah Azza və Cəllə, baxın, bizim babalarımızı bizə unutturub, xatırlamırıq. Bəlkə ildə, ayda, nə bilim, qohum yat yığılanda deyir, bizim ikinci babamız, nə bilim, məsələn, babamızın atası haqqında danışırıq nəsə. Yəni, üçüncü babamızı unutmuşuq. Əsəri yoxdur, izi yoxdur. Çünki niyə? Xatırlanan kişi olmayıb. İbn Teymiyyə, qardaş, 8-9 əsr bundan öncə yaşayıb. Hamımız xatırlayırıq. İbn Teymiyyə dedi bunu. Etibar edirik, etimad edirik. İbn Qeyyim, İmam Məlik, Əbu Hənifə və s. və s. Allah bu kişiləri xatırladır. Kitabları evimizdən əslik deyil. Yəni, kitabları evimizdə Allah bu kişiləri xatırladır bizlərə. Yəni, o kişilərin bir haqqında sizdən kimsə burada danışsa, burada olan qardaşların əksəriyyəti sizdən salamı kəsəcəkdir. Məsələn, biriniz burada durub desəz ki, İmam Əhməd filan kəsdir, məsələn. Hamı sizdən nifrət edəcəkdir. Allah onu qoruyur. Adını da qoruyur, sanını da qoruyur, şanını da qoruyur, şöhrətini də qoruyur. Baxın, Allah öz qulunu necə qoruyur. Allahu Akbar. Və insanlar onun adını çəkərkən deyirlər, İmam Əhməd rəhməhullah, İmam Əhməd dedi və s. və s. Yəni, Allah öz qulunu necə qoruyur? Çünki o, həyatını Allaha sərf edib, Allah da onun qocalığını qoruyub və insanlar arasında onu xatırlanan edib. Əgər sən gəncliyini Allahın dininə sərf etməsən, Allah sənin qocalığını xatırlatmayacaq. Necə ki, bizim babalarımızı biz xatırlamırıq. Sonra, əziz qardaşlar, üçüncü və bu 9-cu sualdır. Allah Azza və Cəllə malımızı hardan qazandıq, o haqqında soruşacaqdır. Və qazandıqdan sonra hara xərclədik, onun haqqında Allah Azza və Cəllə sorğu-sual edəcəkdir. Deyəcək, ey qulum, malını hardan qazandın? Halal qazandın, yoxsa haram qazandın? Yəni, əgər haram qazanmısansa, vay sənin halına. Halal qazanmısansa, xoş sənin halına. Amma hara xərclədin, Allah deyəcək. Halal qazanmısansa, hara xərclədin? Mənim dinimə yardım etdin, mənim, belə deyək, şəriətim insanlara çatsın deyə, mənim adım uca olsun deyə və insanlar hamısı mənə ibadət etsin deyə və yer üzərində mənə şəriş qoşmasınlar deyə nə etdin o malınla, o mülkünlə? Mənim dinimə xərclədinmi? Mənim dinimə yardım etdinmi? Kömək etdinmi? Allah Azza və Cəllə sənə mal, mülk verib yığasan, çoxlu maşın alasan, çoxlu evlər alasan, çoxlu torpaqlar alasan, ona görə verməyib, qardaş, vallahi, billahi. Belə deyək, Allah Azza və Cəllə sənin qara qaşına, qara gözünə görə sənə mal, mülk verməyib, səni imtihan edib. Allah Azza və Cəllə sənlə mənim aramda heç bir fərq qoymayıb. Mən kasıbam, sən varlısan. Allah Azza və Cəllə mənə kasıbçılıqla imtihan edir, səni də malla, mülklə imtihan edir. Yəni, Allah Azza və Cəllə kiminsə belə deyək, xüsusi olaraq o qulu dəyərləndirmək üçün mənə verməsin, sənə versin, yox. Bu imtihandır, imtihan əziz qardaşlarım. Allah sənə mal veribsə, mülk veribsə, onu Allahın dininə yardım eləməlisən. Bax, Peyğəmbər sallallahu aleyhi və səlləmin zamanında olan kişilərə Əbu Bakır, Ömər, Osman, Ali və Səid ibn Vaqqas, Zübeyir, Talha və digərləri mallarını Allah yolunda necə xərcləyirdilər?
Allahu akbar, yəni Allahın dininə sərf edirlər mallarını, Allahın dini yayılsın, Allahın şəriəti yayılsın. Yəni, ondan sonra gələn alimlər də mədrəsələr qururdular, tələbələr yetişdirirdilər, Allahın şəriətini insanlara çatdırsınlar. Yəni, həqiqətən bir dəfə bir qıssa yadıma düşdü. Ərəb ölkələrin birində idim. Əksəriyyət əznəbi tələbələr idi. Yəni, belə deyək, Qazaxıstan, Azərbaycan və s. Avropadan olan bəzi tələbələr idi. Yəni, belə deyək, dərslik vermişdi bir imtahan kimi. Dedi, sabah yəni, bu dərsi sizdən soruşacağım. Yəni, hamı gəldi və şeyxlə başladı soruşmağa. Gördü ki, biri belə cavab verir, biri belə cavab verir. Yəni, belə təhqir kimi yoxdur. İndi bildim ki, Allah Azza və Cəllə bu dini yəni, sizin cəmaata niyə əmanət eləməyib? Sizin cəmaata niyə əmanət eləməyib? Yəni, bu əmanətdir, bu dindir, bu şəriətdir. Yəni, bu əmanətə belə sahib çıxarsınız. Yəni, bu əmanətə sahib çıxan vallahi, billahi, yəni, ərəblərdir. Yəni, ərəblər bu düzdür. Yəni, fasıq da var, asi da var, günahkarlar da var. Amma xeyir əhli çoxdur. Düz, yəni, bir cəmiyyət sağlam olarsa, orada həqiqətən orada pis insanlar göstərilər. Məsələn, belə deyək də, Avropada olan, məsələn, Hollandiyada. Hollandiyanın kişilər haqqında kim danışır? Heç kim. Hollandiya kişilər məsələn də danışmırlar. Və yaxud, məsələn, İngiltərə, Belçika, nə bilim, falan, heç kim danışmır. Orada nə var ki? Nə danışasan orada? Nə var ki, orada kişilikdən danışasan? Belə deyək də. Məsələn, bax, ərəb ölkələr haqqında danışırlar ki, ərəb gəldi, filan elədi. Bu fasiqlik olur və s. Bu amma çox azdır. Nisbətdə çox azdır. Bu bəlkə 20%, 30%-dir. Amma 70%, 80% Allahın dininə yardım edir, Allahın dininə kömək edir. Elə belə deyək, bizim kimi, yəni belə deyək, türklər və digərləri, onların səbəbi ilə biz əzəmətli neymət olan İslam neymətinə daxil olmuşuq. Əgər onlar ailələrin tərk eləməsəydilər, malların, mülklərin tərk eləməsəydilər və bizim diyarlara gəlib İslamı bizə çatdırmasaydılar, biz atəşpərəst olacaqdıq. Oda ibadət eləyən olacaqdır. Onlar övladların, uşaqların hamısını tərk elədilər Allah üçün, Allahın dini yayılsın deyə və bütün dünyaya Allahın dini yaydılar. Vallahi billahi, baxın onlara. Həqiqətən, hətta vallahi billahi, indi belə deyək, tarix kitablarında keçir, uşaqları ağlayırmış, həyat yoldaşları ağlayırmış, hara gedirsən, nə qədər gedirsən, gedirmişlər 2 ilə, 3 ilə qayıdırmışlar. Və məşhur qıssaları bilirsən, Ömər ibn Xattab, yəni çıxır bir dəfə Mədinənin küçələrinə, görür ki, qadınlar ağlaşır ərlərinin həsrətindən, oğlan övladlarının həsrətindən. Yoxdur. Təsəvvür et ki, 100 mindən çox sahabə olub, onun 20%-i Ərəb yarımadasında dəfn olunub. Qalanları bilmirsən, uzaq diyarlarda dəfn olunub. Hamısı Allah üçün çıxıblar Allahın şəriətini yaymağa, dini yaymağa. 100 mindən çox sahabə. Onların 20-30%-i belə deyək, Ərəb ölkələrində dəfn olunub. Qalanları hamısı başqa-başqa yerlərdədir, heç bilinmir, yəni haradadır. Sonra əziz qardaşlar, mal mülkdən sonra, yəni 10-cu sual elm haqqında olacaqdır. Allah deyəcək, ey qulum, mən sənə elm bəxş elədim. Bu elmlə nə etdin? Yəni sənin bəsirətini açdım. Bax, sənin qardaşın sənin yanındadır. Eyni atadansınız, eyni anadansınız, eyni dildə danışırsınız. Eyni yeməkləri yeyirsiniz, eyni belə deyək, çatı altında qalırsınız. Bax, mən sənin qəlbini açmışam. Sən haqqı görürsən, qardaşın görmür. Sən haqqı görürsən, tək mənə ibadət edirsən. Amma sənin qardaşın hansısa qəbrə ibadət edir, hansısa pirə ibadət edir. Bax, sən haqqı görürsən, məndən qorxursan, mənimlə qarşılaşacaq günən çəkinirsən deyə, ehtiyat edirsən deyə namaz qılırsan, oruç tutursan. Amma sənin qardaşın nə namaz qılır, nə oruç tutur. Amma sən edirsən. Niyə? Çünki sənə bəsirət vermişəm, elm vermişəm. Sən elmlə bunu edirsən. Sənin elmin olmazsa sən Allaha ibadət edirsən. Allah elm verir. O elmin miqdarı var. Amma hər birinizə burada elm verir. Vallahi. Sizi o zülmətdən çıxardıb, o batalıqdan çıxardıb, o pirpərəstlikdən çıxardıb, qəbirpərəstlikdən çıxardıb, ocaqpərəstlikdən çıxardıb, seyidpərəstlikdən çıxardıb. Nə qədər düşün də pərəstlər olmusan sən. Nələrə pərəstlik etmirsən, Allah bilir. Hamısından çıxardıb səni tək özünə ibadət eləməyi sənə müvəffəq eləyib və bunu sən elmlə yerinə yetirirsən və bu elm haqqında Allah Azza və Cəllə səni sorğu-sual edəcəkdir. Ey qulum, sənə elm verdim, haqqı göstərdim, amma digərləri nə bunu etmədi. Onlar zələtdə qaldılar, zülmətdə qaldılar, amma mən elm nuru ilə səni o zülmətlərdən çıxartdım. Sənə ağıl verdim,
sənə haqqı göstərdim və müvəffəq elədim və batili göstərdim və batildən səni uzaq etdim. Və bununla yanaşı sənə haqqı sevdirdim. Haqqı sevdirdim sənə. İmanı sevdirdim sənə. Təqvanı sevdirdim sənə. Peyğəmbəri sevdirdim sənə. Və s. ibadətlər var. Namazı, orucu və digər ibadətləri sevdirdim sənə. Sevdirməklə yanaşı qəlbində o ibadətləri bəzədim. Əksi olan küfrə səni nifrət elətdirdim. Asiliyə səni nifrət elətdirdim. Fasiqliyə səni nifrət elətdirdim. Və bunu sən elmlə edirsən. Allah Azza və Cəllə bu haqda əziz qardaşlarım bizdən sorğu-sual edəcəkdir. Və bu qədər Allah Azza və Cəllə bizi faydalanı etsin. Allah Azza və Cəllə bizi qiyamət günü sorğu-sualımızı yüngülləşdirsin. Subhanallah və bihamdihi, əşhədu an la ilaha illə ente, estəğfiruke və etûbü ileyk.